hansısa bir beynəlxalq əməkdaşlıqda elə bir hadisə olub ki, o sizin baxış buzağınızı tamamən dəyişsin? Bu da mənə bir dərs oldu ki, ümumiyyətlə müxbir münasibətlər, hər bir müxbir münasibət üzrə işləmək, bir münasibəti genişləndirmək, inkişaf etdirmək, o öz bəhrəsini verir. Xarici tərəfdaş bank seçərkən ən çox hansı amillərə diqqət yetirirsiniz? Əslində çox gözəl sualdır. Bunu belə məktəbdə belə bir oxumurlar da, bunu praktika ilə görürsən. Açıqlayaq ki, akkreditiv nədir, niyə lazımdır? Qarantiya nədir, niyə lazımdır? Bunların əsas fərqi nədədir? Riskin sıfır olması əslində, Ramin müəllim, bu bir mifdir. Risk heç zaman sıfır olmur. Gərgin danışıqlardan əvvəl özünüzü necə hazırlayırsınız ona? Hörmət etmək vacibdir. Bəli. Ola bilsin ki, onların da öz dərdi var. Sən ona qulaq asıb ortaq bir məxraca gəlməlisən. Hansısa bir danışıq gərgin olanda həmin gərginlikdə enerjində özünüz ötürürsünüz işçilərinizə? Birincisi təbii ki, mən istəmirəm, mən yaşadığım bütün o stresi işçilərin üzərinə töküm. İşgüzar adam təkcə iş adamı deyil. O hər tərəfli öz həyatını o formada tənzimləyir ki, iş yerində məhsuldarlığı böyük olsun, şəxsi həyatında da xoşbəxt olsun, hər tərəfli. Salam, hörmətli izləyicilər, İmza Qadın verilişinin növbəti buraxılışı efirdədir. Bugün biz beynəlxalq əməkdaşlıq, eyni zamanda sənəddə əməliyyatlardan danışırıq. Bugünkü qonağımız Azərbaycan Sənaye Bankının Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi Departamentinin direktoru Nigar Allahverdiyevadır. Nigar xanım, xoş gəlmisiniz. Xoş gördük, Ramin müəllim. Necəsiz? Yaxşı, çox şükür. Siz necəsiz? Çox sağ olun, yaxşı olun. İlk olaraq beynəlxalq əməkdaşlıqdan başlayaq. Sizcə bu beynəlxalq əməkdaşlıqda bu şəxsi etimad daha çox vacib məsələdirmi, yoxsa institusional tərəfdaşlıqmı? Hansı daha çox vacibdir? Mən bu iki anlayışı bir nəzərdən keçirmək istəyərdim, Ramin müəllim, icazənizlə. Buyurun. Deməli, institusional etimad ya da etibar o nədən yaranır? O doğru maliyyə göstəricilərdən, yəni ki, düzgün və sağlam maliyyə göstəricilərdən, bankın və ya hər hansı bir başqa maliyyə institutun dayanıqlığından və effektiv korporativ idarə etmədən yaranır. Və bunlar ümumiyyətlə əməkdaşlıq edərkən təməl şeylərdir. Onlar olmalıdır. Bütün beynəlxalq əməkdaşlıq bu tipli məsələlərə dirənir. Yəni ki, bu onun dayağıdır. O ki, qaldı şəxsi münasibətlər, bunlar hamısı müəyyən bir əməkdaşlıq dinamikasını yaradır. Yəni ki, bir bank digər bankla və ya korporativ müştəri ilə hər hansı bir əlaqə yaradarkən mütləq şəkildə face to face, yəni üz-üzə təmas olmalıdır. Və o təkcə formal deyil, qeyri-formal da ola bilər. Əsas odur ki, o isti münasibətlər yaransın və onun nəticəsində çox gözəl işlər, gözəl əməkdaşlıqlar, məhsuldar əməkdaşlıqlar yaranır. Bəs siz karyeranızda olubmu ki, hansısa bir beynəlxalq əməkdaşlıqda elə bir hadisə olub ki, o sizin baxış buzağınızı tamamən dəyişsin? Bəli, Ramin müəllim. Həqiqətən belə bir кейs olub mənim həyatımda, karyeramda. Ümumiyyətlə, sən azdan çoxdan bilirsən ki, hansı müxbir əlaqə necə işləyir. Yəni ki, bu məqsədlə, bu biri məqsədlə və bəzi müxbir əlaqələr olur ki, onlar durğun olur. Yəni ki, müxbir əlaqə var, hansı işlər vaxtı ikən görülüb, danışıqlar aparılıb, amma orada bir belə iş dövriyyə yoxdur. Və elə olur ki, sən başa düşürsən ki, buradan, misal üçün ki, burada böyük imkanlar yoxdur. Amma karyeramda belə bir şey olub ki, iş vaxtında belə bir şey olub ki, hansısa belə durğun münasibətlər olan bankdan bir e-mail gəldi. E-mail da ümumi xarakter daşıyırdı. Yəni ki, newsletter, yəni xəbərlər, məhsullar haqqında məlumatlandırılma, bu tipli bir məlumat gəldi və onun üzərində bir maraq yarandı. Sual göndərdim. O sual üzrə mənə cavab gəldi. Və çoxlu vaxtı biz təmasda olmadığımız müxbir əlaqələr üzrə bir kommunikasiya yarandı. O kommunikasiya üzrə yazışma o yana, bu yana sual yarandı ki, niyə ümumiyyətlə biz bir yerdə işləmirik, bizim əməkdaşlığımız intensiv və belə dinamik deyil və başladıq bu münasibəti diriltməyə. Diriltdik, artıq bundan sonra bir əməkdaşlıq da getdi, o müxtəlif istiqamətlərə də şahələndi.
Yəni ki, bu da mənə bir dərs oldu ki, ümumiyyətlə müxbir münasibətlər, hər bir müxbir münasibət üzrə işləmək, bir münasibəti genişləndirmək, inkişaf etdirmək o öz bəhrəsini verir. Xarici tərəfdaş bank seçərkən ən çox hansı amillərə diqqət yetirirsiniz? Ramin müəllim, burada bir neçə məqam vacibdir. Əslində çox gözəl sualdır. Bunu belə məktəbdə belə bir oxumurlar da, bunu praktika ilə görürsən. Birinci növbədə nə vacibdir? Baxırsan məqsədi və sənin məqsədin nədir? Müxbir bank o nə deməkdir? Müxbir bank. Clearing mı lazımdır? Yoxsa ticarətin maliyyələşdirməsi üzrə biz bu bankla çalışmaq istəyirik? Və yaxud bizə nağd pul lazımdır, maliyyələşdirmə və ya forex əməliyyatları, pul bazarları üzrə işləmək istəyirik. Bizdə deməli bu clearingdirsə, evro üzrə clearingdir, dollar üzrə, TL üzrə clearingdirmi? Yəni ki, bütün bunları nəzərdən keçirib sən başa düşürsən ki, sırf sənin istək və bankın ehtiyaclarına uyğun bu istiqamətdə davam etmək lazımdır. Misal üçün, misal çəkək trade finance üzrə. Trade finance üzrə biz istəyirik ki, tutam, bizim kredit xəttimiz, yeni kredit xəttimiz açılsın, akkreditivləri təsdiqləyək, qarantiyaları, kontrqarantiyalar üzrə bizə qarantiya versinlər xarici banklar. Misal üçün, biz müəyyən elədik ki, bizim istiqamətimiz budur. O zaman biz sırf bu sahəyə ixtisaslaşmış bankı seçirik. Çünki dünyada bilirsiniz ki, fərqli istiqamətə ixtisaslaşmış banklar var. Biz Trade Finance Bank seçirik. Aha, tamam. İndi bunu müəyyən eləmək üçün biz nəyə yönəlirik? Baxırıq öz bazarımızda, bizim Azərbaycan milli bazarımızda Trade Finance üzrə xidmətlər göstərən hansı müxbir bank var, xarici bank. Görürük ki, bu və bu. Misal üçün bir neçə bank. Artıq biz fokuslanmalıyıq ya hansısa birinə, ya hamısı ilə, bütün həmin o banklarla danışıqlar aparmalıyıq. Biz öz kolleqalarımızda da, yerli həmkarlarımızdan da soruşa bilərik ki, maraqlana bilərik ki, hansı bankla işləmək daha rahatdır, onun xüsusiyyətləri necədir, biz nəyi qabaqcadan bilməliyik. Bütün bunlardan sonra deməli həmin o banklar araşdırma aparırsınız bir növ. Yəni həmin bank haqqında onun korrespondent olan, müxbir əlaqəsi olan bankları Azərbaycanda kimlə müxbir əlaqəsi varsa, bir növ müştərini daha yaxşı tanımaq üçün öncədən araşdırma aparıb sonra münasibət yaradırsınız, düzdür? Bəli. Deməli, həmin banklarla təmasa girməmişdən öncə nəyi də araşdırmaq yaxşı olardı? Onların həmin o dediyiniz institusional etibarlığı, yəni ki, onların maliyyə göstəricilərini dəyərləndirmək lazımdır, tarixçəsini, reytinqlarını, bütün bunları götür-qoy eləyəndən sonra artıq başlayırsan birbaşa kontakta keçməyə. Aydındır. Təşəkkür edirəm. Nigar xanım, bax, vurğuladınız akkreditiv qarantiya. Bizim izləyicilər təbii ki, bu terminləri gəlin açaq, sadə dildə izah eləyək. Çünki kiminsə sahəsi olmaya bilər, bank sahəsində olmayan digər izləyicilər də ola bilər. Mahiyyətləri açıqlayaq. Yəni, qısa açıqlayaq ki, akkreditiv nədir, niyə lazımdır? Qarantiya nədir, niyə lazımdır? Bunların əsas fərqi nədədir? Nə vaxt akkreditivə üstünlük verək, nə vaxt qarantiya üstünlük verək? Bu barədə biraz maariflənmə eləyək, zəhmət olmasın. Deməli, bazarda ən sadə dillə desək, alqı-satqı prosesi necə baş verir? Bir alıcı var, bir satıcı var. Təsəvvür eləyək ki, biz sizlə alıcı və satıcıyıq. Sizin marağınız alıcı olaraq nədir? Ki, malı birinci əldə edəsiz, sonra pulunu ödəyəsiz. Çünki birinci avans olaraq pulu ödəsək, necə olur? Remont eləyirlər, ustaya avans pulu verirlər, sonra nəticəsində bəzən elə olur ki, işi ala bilmirlər də. Sizin marağınız odur ki, əvvəl mal xidmət, sonra isə pulu ödəmək. Mən isə satıcıyam, mən istəyirəm birinci pulumu əldə edim, sonra malımı verim. Çünki birdən mən malı sizə verdim, siz onun pulunu mənə verməyəcəksiniz. İndi mən sizin şərtlərə getmirəm, siz deyirsiniz, Nigar, birinci malı ver. Mən də sizin şərtlərə getmirəm, deyirəm ki, yox, Ramin müəllim, əvvəl pul, sonra mal. Və biz nəticədə nə edə bilərik? Deyə bilərik ki, yox, siz deyəcəksiniz ki, mən almıram, mən də deyəcəm ki, satış etmirəm. Bu, iqtisadiyyat üçün uyğundur, yoxsa yox? Yəni, ticarət əlaqəsi itə bilər, amma tərəfin biri də riskə getsə, burada ticarət riski yaranmış olur. Bəli, Ramin müəllim, nə siz pul qazanırsınız, nə mən də belə çıxır ki, nəsə bir şey qazanıram. Risk görürük və bir ticari dinamika yoxdur. Bank sizə gəlib deyir ki, müəyyən bir rahatlıq verir. Deyir ki, ay Ramin müəllim, siz heç narahat olmayın, siz akkreditivi açın. Deməli, qarşı tərəf, yəni ki, Nigar,
sizə malı göndərəndə yalnız o zaman mən sizin pulunuzu Nigara ödəyəcəm. Yəni ki, mən satıcıyam. Mənə də bir rahatlıq verir bank. Çünki əlimdə onun vədi var, sözü var, akreditiv formasında. Bank mənə deyir ki, ay Nigar xanım, sən malını göndər Ramin müəllimə. Ramin müəllim hə desə də, hə deməsə də, əgər sənin sənədlərindən mən görsəm ki, sən doğru malı göndərmisən, doğru formada bütün sertifikatların yerindədir və vaxtında göndərmisən, o zaman mən sənə o pulu ödəyəcəm. Heç narahat olma. O zaman da mən rahat ürəklə malımı sizə göndərirəm, yükleme sənədlərini yığıram, qayməsidir, simyarıdır ya da ki, digər nəqliyyat vasitəsinin sənədidir. Onu verirəm banka, bank yoxlayır, görür ki, hə, Nigar malı vaxtında göndərib, doğru keyfiyyətdə, düzgün sənədlərimi yoxlayır və bunu müəyyən eləyir. Ondan sonra da sizin hesabınızdan pulunuzu silib mənə göndərir. Lap belə sizin hesabınızda belə deyək, pul olmasa da bu bankın artıq vədi olur ki, o pulu mənə ödəsin. Ayşə. Bu akreditivdir və əsasən akreditiv xarici ticarətdə istifadə edilir. Yerli ticarətdə istifadə edilməsinə olmaz deyənə belə bir söz yoxdur. Ayşə. Əslində yerli ticarətdə də istifadə edilə bilər. Praktika onu göstərir ki, əsasən yerli ticarətdə qarantiyalarla işləyirlər. Çünki onu da mən sizə bildirim, qarantiya daha sadədir. Qarantiyada bank çox da belə sənədləri yoxlamır. Niyə görə? Çünki tərəflər sərbəst öz arasında alqı-satqı əməliyyatlarını həyata keçirir. Gəlin təsəvvür eləyək ki, biz xarici tərəfdaşlar deyilik, yerli bazardakı tərəfdaşlarıq. Tutalım ki, siz bir böyük zavodsuz və mal paylayırsınız distributorlarınıza. Malı qabaqcadan verirsiniz, ödənişində misal üçün 1 aydan və yaxud 2 aydan sonra almaq istəyirsiniz. O zaman sizin rahatlığınız üçün ki, sabahsı gün Nigar, mən distributoram, siz zavodsuzda, Nigar vaxtında pulunu ödəyəcək, aldığı malın pulunu ödəyəcək. O zaman siz məndən bank qarantiyasını tələb eləyirsiniz. Nigar gedir öz bankına, siz istədiyiniz formada, şəkildə və təbii ki, banka və mənim özümə uyğun formada sizə qarantiya verilir. Bəs Nigar xanım, ümumiyyətlə bu ticarətin maliyyələşməsində riski tam aradan qaldırmaq mümkündür? Riskin sıfır olması əslində, Ramin müəllim, bu bir mifdir. Risk heç zaman sıfır olmur. Lakin ticarətin maliyyələşdirilməsi sırf onun üçün yaradılıb ki, bu riskləri minimuma endirmək, ən aşağı risklə işləmək. Gəlin misal gətirim. Siz indi hansısa mal alırsınız xaricdən, mən xarici partnyoram, satıcıyam. Deyirəm ki, Ramin müəllim, mənə zəhmət olmasa avans göndərin, avansla işləyək. Siz ola bilsin ki, məni tanımırsınız və mən ola bilsin ki, etibarlı satıcı, təchizatçı deyiləm. Siz mənə pulu göndərirsiniz və mən o pulun qarşısında nə sizə mal verirəm, nə də ki, pulu geri qaytarıram. Bu riskdir və bu riskin qarşısını almaq çox rahatdır. Əgər siz öz, belə deyək, etibarlı ticarətin maliyyələşdirilməsi peşəkarına müraciət etsəniz, o sizə deyər ki, bəs niyə belə işləyirsiniz, ay Ramin müəllim? Gəlin qarşı tərəfdən, Nigargildən bir avans qarantiyasını alaq. Avans qarantiyasını alaq, ondan sonra pulunuzu rahat göndərin. Okey, siz deyirsiniz mənə ki, bəs Nigar xanım, avans qarantiyasını verin, mən sizə qarantiya gətirirəm. Qarantiya gətirirəm, siz malı göndərirsiniz, siz yenə də o qarantiya üzrə sabahsı gün, deməli mal almadınız və qarantiya üzrə pul da almaya bilərsiniz. Niyə? Soruşulur da, niyə? Çünki o qarantiyada elə şərtlər var idi ki, hansı ki vaxtında oxunulmurdu və bu şərtlərə riayət etmək ümumiyyətlə mümkün deyil. Siz bunu görmədiniz, gördünüz ki, sənədin üstündə qarantiya yazılıb və ona görə, belə deyək, pulunuzu qabaqcadan ödədiniz. Və yaxud başqa bir məsələ ola bilər. Ola bilsin ki, bu elə bankdır, hansının ki, maliyyə vəziyyəti o qədər də yaxşı deyil, belə bir şey də ola bilər də. Amma siz onu bank qarantiyasıdır deyənə qəbul etdiniz. Bu tipli hallarla üzləşməmək üçün vacibdir bankın etibarlılığını yoxlamaq. Ümumiyyətlə, elə ola bilər ki, siz hansısa ölkənin bankını tanımırsınız, deyə bilərsiniz ki, mənə xarici bankdan, tanınmış bankdan qarantiya ver. Bu formada məsələni həll etmək olar. Və ya ümumiyyətlə, qarantiya mətnini oxumaq, baxmaq ki, hər bir şərtə uyğun siz gələcəkdə əməl eləyə biləcəksinizmi tələb irəli sürəndə. Ondan sonra rahatlıqla siz avansınızı göndərə bilərsiniz. Və
Aha, bəli. Və bu tək avansa aid deyil Ramin müəllim, tək başqa əməliyyatlara da, sonradan ödənişlərə də aiddir. Yəni ki, bu cür ticarətin maliyyələşdirilməsi üzrə ekspert hər tərəfli sizin müqavilənizin risklərinizi analiz eləyir, təhlil edir və ona uyğun bir həll təklif eləyir. Təşəkkür edirəm. Nigar xanım, bəs bu idxalçı ilə ixracçı da, bəx sizin dildə desək, satıcı və alıcı. Bunlar arasında balans necə qorunur? Yəni, bankın bu balansı qorumaqda rolu ortada bir dənə təminat verməkdirmi? Balans faktiki münaqişə yaranır. Bir, necə ki, satıcı deyir ki, tamam, okey, mən malımı göndərdim. Mal üzrə pulumu ala bilməsəm və yaxud mal yolda itsə, batsa, partlasa, nəsə baş versə, sizə ulaşmasa da, o mal gəlib çatmasa alıcıya, onun riskini kim aparır? Bankda şeylər, eyni narahatçılıqlar sizin tərəfinizdən də ola bilər də qarşı tərəf. Həm alıcı, həm satıcı bu məsələləri nəzərindən keçirir və müəyyən narahatlıqlar var. Bank gəlib ki, ortaya bu tipli instrumentləri, alətləri qoyur. Deyir ki, gəlin akreditivlə, gəlin bu biri tərəfdən qarantiya ilə bunu həll eləyək. Bununla məhdudlaşmır. Elə bir şey ola bilər ki, misal üçün, qarantiya, həmin o avans qarantiyası. Avans qarantiyasında belə bir şərt ola bilər ki, Ramin müəllimin avans pulu mənim hesabıma, bank hesabıma çatandan sonra bu qarantiya qüvvəyə minəcək. Bizdə xarici ölkələrdə olan tərəfdaşlarıq. Siz göndərirsiniz hansısa bir məbləği mənim hesabıma. Ortada hansısa bankda bu pul ilişir. Pul çatmır, qarantiya qüvvəyə minmir. O zaman yenə də bank işçiləri, hansılar ki bu işin içindədir, onlar çalışır sizə kömək eləməyə ki, bəs həmin o bankla ünsiyyətə keçir. Bir var ki, adi müştəri, korporativ və yaxud fiziki müştəri hansısa bankla ünsiyyətə keçsin. Bir də var ki, bank to banking, SWIFT vasitəsilə münasibət yaradıla bilər, öz başqa partnyorlardan kontakt götürülə bilər. Hər tərəfli kömək edilir. Yəni ki, o kömək edilir ki, o pul ilişdiyi yerdən çıxsın, getsin, çatsın müştərinin hesabına, qarantiya qüvvəyə minsin. Qarantor bank qarantiyanın qüvvəyə minməsi haqqında bir məlumatlandırma göndərsin ki, bütün tərəflər rahat olsun ki, iş gedir. Nigar xanım, yəqin ki, bu beynəlxalq əməkdaşlıqda danışıqlar aparırsınız da, korrespondent banklarla, yəni müxbir banklarla. Danışıqların içərisində də yəqin ki, bir gərgin danışıqlar olur. Hansılar ki, belə bir gərginlik yaranır, nə ortaq nöqtəyə gəlməyi olmur və s. Ümumiyyətlə, bu hansısa bir gərgin danışıqlardan əvvəl özünüzü necə hazırlayırsınız ona? Əslində mən biləndə ki, bu tipli danışıqlar olacaq. Bunu hiss eləmək olur əvvəldən ki, məsəl üçün də bu bankla danışıqlar biraz ağır keçəcək, gərgin keçəsidir. Təbii ki, hiss olunur. Bu münasibət kimi bir şeydir. Adi şəxsi münasibətlər necə olur? Tərəflər bilir ki, onların arasında nəsə bir məqam var, hansı ki həll olunmayıb, açıqda qalan məqam var və sən danışıqlara gedərkən artıq bilirsən ki, hə, bunu danışacaqsan, buna hazırlıqlı ol. Və sən biləndə ki, bu tipli, siz dediyiniz gərgin danışıqlar olacaq, İçində daxildə müəyyən bir həyəcan hissi keçirirsən. Daşı nəsə səni çəkindirir ki, ayda mən gedəcəm bu məsələni müzakirə etməyə. Məsələ də belə yüngül bir məsələ deyil də, ağır bir nəsə bir temadır, ağır bir mövzudur. Hə, onu düşünürsən. Mənim şəxsi belə deyim də, life haqqım bu məqamlarda özümə bildirmək. Ümumiyyətlə bu tipli gərgin danışıqlar iki cürə olur. Birisi odur ki, nəsə yeni bir məhsuldur, yeni bir işləmdir, yeni bir əməkdaşlıqdır. Sən onu öz bankına, öz şirkətinə qazandıracaqsan, nəsə xoş bir şey olacaq və sən onu əldə etməlisən. Bunun həyəcanı, bunun məsuliyyətini çəkirsən bir tərəfdən. Ya da başqa bir şey, nəsə ola bilsin ki, mübahisəli bir məqam olacaq. Ona da hazırlaşırsan. Bu iki tipli mövzular olur da gərgin danışıqlar üçün. O zaman da mən nə düşünürəm, nə etmək lazımdır? Birincisi, əgər yaxşı bir şey olacaqsa, ona fokuslanmaq ki, bu bir fürsətdir, bu bir imkandır. Gedim bir onu dəniyim, baxım görüm nə alınır. Bir tərəfli oyun xarakterdə yaranır da, azartı yaranır ki, ayda gedim bunu əldə eləyim və bizim üçün qalib çıxım söhbətdən. Bəli, qalib çıxım. O biri məsələdə, əgər orada mübahisəli bir şey varsa, ümumiyyətlə qabaqcadan hazırlaşmaq lazımdır.
bu işin bütün təfsilatına, bütün detallarına girmək, bilmək, kim nə dedi, necə oldu, bunun tarixçəsi nədir, bunun məhsili nədir, biz nəyin üzərində mübahisə aparırıq, baxırıq da nə olacaq. Bir hazırlıq lazımdır, bir də ki, həmin o danışıqlara girərkən qarşı tərəfi dinləmək vacibdir. Sən onu dinləyirsən, baxırsan, emosiyalarını hiss eləyirsən, hansı nöqtə, hansı məqam onlar üçün vacibdir, niyə vacibdir, onu başqa cür necə həll etmək olar. Yəni ki, dinləmək, hörmət, plus bu, belə deyək də, gərgin danışıqlara gedərkən qarşı tərəfi düşman kimi yox, dost kimi ya da ki, xoş niyyətlə getməlisən, hörmət etmək vacibdir. Bəli. Ola bilsin ki, onların da öz dərdi var, sən ona qulaq asıb, ortaq bir məxraca gəlməlisən. Ümumiyyətlə, bu sizin sahə məsuliyyətli sahədir. Yəni, məsuliyyəti dərk eləsək ki, mənim məsuliyyətim ucbatından, mənim hansısa bir məsələyə tutaq ki, bir növ məsuliyyətsiz yanaşma ucbatından bank müxbir əlaqəsini itirə bilər, bankın imicinə xələl gətirə bilər, neyniyə bilər. Məsuliyyəti ağırdır. Yəni, məsuliyyətli bir sahədir. Bəs ümumiyyətlə, daim yüksək məsuliyyət altında işləyən kateqoriyalardasınız da, siz belə desək də, struktur olaraq da. Daim yüksək məsuliyyət altında işləyən insanlar stresə münasibəti necədir? Yəni, bu stresə öyrəşirmi, yoxsa həmin stresi gizlətməyə çalışırmı? Ramin müəllim, doğru vurğuladınız ki, sən bu işdə işləyərkən, o məsuliyyəti hiss edərkən stres istər-istəməz yaşanılır, olur stres işdə. Sadəcə burada nə etmək lazımdır? O stres nədənsə, hansısa sıxıntılardan irəli gələ bilər də, onun sadəcə qabaqcadan nəzərə alıb, işi elə qorursan ki, sabahsı gün hər şey saat kimi işləsin. Hər şey, misal üçün, deadline-lardır. Sən onda işi addım-addım elə qurmalısan ki, deadline-a yaxın yox, zamanında eləməlisən. Təbii ki, bütün bunlara baxmayaraq, hər bir şeyi kontrol edərkən də belə nəsə stresli bir situasiya yaşanıla bilər. Orada da nə etmək olar? Mən bilirsiniz də 18 ildir bu sahədəyəm. Orada emosiyalar deyil, yəni ki, panika yaratmadan, bütün işləri, yəni ki, o sıxıntıları, nəsə gözləmədiyin bir hal yaranır da, istəmədiyin, gözləmədiyin bir hal yaranır. Sadəcə bir onun fəsadlarını düzəltməyə çalışırsan, fokuslanırsan, bu bir. İkincisi də yenə də mütləq şəkildə baxırsan ki, nə etmək olar ki, belə hal yaşanılmasın. Sadəcə professionallıq. Yəni, bir növ öyrəşir. Bəli, ola bilər, hə. Deyək ki, öyrəşirsən və ona uyğunlaşırsan, adaptasiya olunursan. Stresi qəbullansın. Bəs Nigar xanım, ümumiyyətlə rəhbərin stresi komandaya ötürülür. Yəni, rəhbər öz stresli olanda bunu komandaya hiss etdirirmi? Yəni, eyni stresi də o komandaya verirmi? Sizcə necədir? Siz, məsələn, departament rəhbərsiniz. Siz hansısa bir gərgin olanda, hansısa bir danışıq gərgin olanda, həmin gərginlikdə enerjində özünüz ötürürsünüz işçilərinizə? Ramin müəllim, mən özüm də rəhbərəm, rəhbərləri də görmüşəm. Hər bir rəhbərin idarə etmə prinsipləri, idarə etmə formaları fərqlidir. İndi reallıqda biz onsuz da bilirik ki, rəhbər stresli olanda bu hiss olunur. Sadəcə mən öz yanaşmamla bölüşmək istəyərdim. Birincisi, təbii ki, mən istəmirəm, mən yaşadığım bütün o stresi işçilərin üzərinə töküm. Yəni ki, bu konstruktiv forma olmazdı. Amma stres yaşanılanda, stres elə belə yaşanılmır da, işdə nəsə bir sıxıntı olur ki, sıxıntı yaranır ki, ona görə bu stres yaşanılır. Sıxıntı da işdə olanda o təkcə rəhbərdə deyil, bütün strukturda yaşanıla bilər, ümumiyyətlə ya da ki, təşkilatda ola bilər. Ona görə işçinin bunu hiss etməməsi bu çətin bir şeydir. İşçi də, belə deyək də, biz hamımız eyni qazanda bişirik, eyni işi görürük və nəsə bir sıxıntılı hal yaransa, hamı onu hiss eləyəcək. Və misal üçün, ola bilsin ki, düzdür, bütün işlərə məsul şəxs rəhbərdir. Amma bu o demək deyil ki, işçinin də öz məsuliyyəti yoxdur. Yəni ki, bu idarə etmənin də prinsipi odur ki, sən məsuliyyəti paylaşırsan, başqasına da verirsən.
Misal üçün hansısa bir işçi işi nəsə səhv buraxdı işdən. Ondan irəli hansısa bir sıxıntı, problem yarandı. Onu o işçiyə hiss etməmək, hiss etdirməmək o doğru deyil. İşçi öz məsuliyyətini anlamalıdır və işçini də mandraja da salmaq lazım deyil ki, ay sən səhv eləmisən, bax nöqsan, yaxşı deyil, düzgün işləmirsən. Yox, o mandrajı işçiyə yaratsaq, ondan sonra sabah o necə davam edəcək işləməyi. Sadəcə işçiyə bunu doğru formada anlatmaq lazımdır və o öz məsuliyyətini başa düşsün. Məsuliyyətini başa düşsün və bununla məhdudlaşmasın. Hələ də o səhvi düzəltməlidir. Yəni ki, biz birgə ona kömək edərkən bu məsələni düzəltməliyik, həll etməliyik. Ondan sonra bu onun üçün artıq dərs olacaq. Aydındır. Bəs emosiyalarınızı idarə etməkdə hansı bir təcrübə sizə kömək olub? Emosional intellekt üzrə bir çox təlimlər keçirilir rəhbərlərə. Düzdür, kitablar yazılır. Fakt odur ki, birincisi mən özüm bir o qədər emosional insan deyiləm. Dərhal belə emosiyalarımı kiminsə üzərinə töküm, məndə belə hal yoxdur da, təbii formada da. Yəni ki, mən təbii sakit insansınız. Bilirəm ki, siz emosional olaraq sakit insansınız. Bəli, həm sakit insanam, həm də digər tərəfdən dediyim kimi bu illər ərzində yığılan təcrübə və biliklər, onlar hansısa bir məqam olanda sən ona belə deyək, emosiya ilə deyil, bilgilərindən, təcrübənlə yanaşırsan və məntiqlə. Bu qədər. Bəs siz beynəlxalq danışıqda elə olub ki, siz qarşı tərəfin emosiyalarından hiss eləyəsiniz ki, bu əməkdaşlıq uğurlu alınar yoxsa yox. Yəni bunu emosiyalardan görmək olur, bədən dilindən oxumaq olur. Ramin müəllim, siz çox maraqlı məqama toxunursunuz. Faktiki bu psixologiyadır da. Emosiyalardan, qarşı tərəfin emosiyalarından söhbətin davamını bilməkdən söhbət gedir. Bunu biz uşaqlıqdan öyrənirik. Öz valideynlərimizlə danışarkən bir də görsən ki, onların emosiyasından artıq anlayırsan ki, bu söhbətin davamı necə olacaq. Bəli. Biz gəzməyə gedəcəyik, yoxsa getməyəcəyik. O işdə də hiss olunur, danışıqlarda da vacibdir. Danışıq zamanı sən qarşı tərəfin reaksiyasını görürsən. Məsəl üçün, hansısa mövzuya toxunanda başa düşürsən, soyuqluq yaranır, ya da ki, görə bilərsən ki, əslində orada şans var. Elə bir ki, tunelin sonunda işıq yanır, onu da görürsən mimikadan, qeyri-verbal danışıq dilinə, bədən dilindən sən onu hiss eləyirsən və artıq qərar verirsən. Əgər misal üçün hiss eləyirsən ki, bu kiminsə yaralı yeri olan bir şeydir, sən onun ya rahatlaşdırıcı bir söz deyə bilərsən, ya yan keçə bilərsən, ya da ki, sırf ona fokuslana bilərsən ki, hansısa bir həll təklif etmək üçün və ondan sonra kim ki, belə gərgin danışıqlara gəlir, həmin o atmosferaya gəlir, danışıqların sonunda elə bir səmimi, isti atmosfera yaranır ki, əllər sıxışılır, müqavilələr bağlanılır, şirkətlər, banklar pul qazanmağa başlayır. Yəni ki, bu bir növ, belə deyək də, qələbədir. Özü də bir tərəf üçün yox, hər iki tərəf üçün. Danışıqlara gedərkən hər zaman qarşı tərəfə hörmətlə getmək lazımdır. Xoş niyyətlə, xoş münasibətlərlə və o hisslə ki, yox, mən tək özüm üçün nəsə bir şey eləyim, qarşı tərəf mənə maraqlı deyil, yox. Hətta akkreditivdə də, qarantiyada da bu sənədlərin draftinqini edərkən sən tək öz müştərivi düşünmürsən, qarşı tərəfi də düşünürsən. Bəli. Çünki ən azı qarşı tərəf sənin akkreditivi qəbul etməyə bilər, qarantiyavi qəbul etməyə bilər. Bəli. Və yaxud bir-iki dəfə, misal üçün, müxbir bank vasitəsilə çalışarkən sabahsı gün artıq biləcək ki, bu bank çox etibarlıdır, böyük məsuliyyətlə yanaşır, yazdığı sözlərə, vədlərə. Deyər ki, heç müxbir banksız, birbaşa sizin bankla çalışaq. Belə hallarda izlənilir, praktikada olur. Aydındır, təşəkkür edirəm. Bax, Nigar xanım, siz indi danışıqla bəzən ola bilir ki, yəqin ki, təcrübəniz olub ki, gün çox gərgin keçib, streslə başa vurmusunuz, danışıqlar gərgin olub. Bəs işdən sonra özünüz stresi necə çıxardısınız? Qadınlar stres alış-verişlə çıxardır. Necə çıxardırsınız? Ramin müəllim, siz artıq belə deyək də, şəxsi həyatda biz bu işin stresini necə çıxarırıq da o mövzuya toxunursunuz. Çox sağ olun ki, belə gözəl sual verdiniz. Mən sevdiyim forma, stres çıxartmaq forması özüm üçün kəşf etdim ki, idmandır. Mən qaçarkən bütün o işdəki o gərginlik məndən çıxır.
Yəni ki, o idmana ki gedirsən, ümumiyyətlə biznes Gəncdən sonra gedib qaçırsınız, onda stres çıxır. Stresli olanda qaçırsınız onda. Bəli, qaçmaq həqiqətən çox kömək eləyir. Bu da bir Bəzi xanıma deyəsən alış-verişə gedir. Stresə, depressiya düşən kim gedir alış-verişə də belə qadın rəhbərlər görürük də. Əslində alqı-satqı da bir növ stres çıxartmaq növüdür. Mən artıq düşünürəm ki, burada alqı-satqıdansa özünə baxım da o bir növ sakitləşdirir, qadını xoşbəxt eləyir. Qadını belə necə deyim, görsənir ki, qadın pozitivləşdirir, belə deyək, pozitivləşdirir. Ona görə sən demə səbəb oymuş. Hə, indi bu da bir növdür, qaçmaq da, yəni idman eləmək də bir növdür. Bəs son olaraq Nigar xanım, siz gənclərə hansı kitabı tövsiyə eləyərsiniz? Özünün inkişafından bağlı, nə bilim, həyati kitab olsun, özünüz hansı ki o kitabı oxumusunuz? Həqiqətdə sizin düşüncənizə, yanaşmanıza çox təsir eləyib. O kitabı da izləyicilərlə son olaraq bölüşək. Biznesdən söhbət gedirsə, mən tövsiyə eləyirəm Yüksək Effektiv İnsanların 7 vərdişi kitabını oxumaq. Stephen Covey'nin kitabıdır. Orada həm iş həyatından danışılır, necə məqsədləri qoymaq lazımdır və hansı işlərə prioritetə almaq lazımdır. Bu tipli belə deyək, ümumi məsləhətlər verilir, tövsiyələr verilir. Hətta deyilir ki, işləyən insan gündə azı 30 dəqiqə idmanla məşğul olmalıdır. Rusca deyirlər, v здоровом теле здоровый дух. Yəni ki, sənin beynin aydın olması üçün sən öz bədəninə də fikir verməlisən. Vaxtında idmanla məşğul olmalısan, doğru qida, düzgün faydalı qida qəbul etməlisən, yuxuva fikir verməlisən. Yəni ki, faktiki işgüzar adam təkcə iş adamı deyil. O hər tərəfli öz həyatını o formada tənzimləyir ki, iş yerində məhsuldarlığı böyük olsun, şəxsi həyatında da xoşbəxt olsun, hər tərəfli yaşı getdikcə bədəni gümrah olsun, özü gümrah olsun. Bir dənə də kitabı məsləhət görə bilərəm. Kim ki danışıqlar aparır, onlara faydalı olacağını düşünürəm. Rusca kitabdır da, bilməm başqa dillərdə var. Adı gedir Переговоры с монстрами. Yəni monsterlarla danışıqlar. Bu kitabın adından elə başa düşmək olar ki, sən danışıqlar aparırsan monsterlarla, amma əslində bu bir yanaşmadır, bu bir mifdir. Onlar monster deyil, onlar sənin kimi insanlardır və bu danışıqları nə formada aparmaq olur, onun müxtəlif nüanslarını oxuculara ötürür. Aydındır. Çox sağ olun dəyərli fikirləriniz üçün, dəyərli məsləhətiniz üçün, bugünkü gün üçün çox sağ olun. Bununla da bizim verilişimiz başa çatdı əziz izləyicilər. İmza Qadın verilişinin növbəti buraxılışında hansı qonağı görmək istəyirsinizsə mütləq şərh bölməsinə qeyd etməyi unutmayın və eyni zamanda kanala abunə olmağı unutmayın. Növbəti görüşlərdə görüşmək ümidi ilə. Sağ olun.